Cədvələ əsasən uyğunluğu müəyyən etmək lazımdır. Deməli, X halkanında hidrogenlərin sayı karbondan 8 vahid çoxdur. Z halkanında hidrogenlərin sayı karbondan 9 vahid çoxdur. Və Y halkanında karbonun sayı hidrogenin sayından 7 vahid az olması dolayısıyla hidrogenlərin sayının karbondan 7 vahid çox olması deməkdir. 7, 8, 9. Deməli, bu sırasıyla gələn alkandır. Alkanların ümumi formulu CnH2n plus 2-dir. Elə ən aşağıdan Y-dən başlasaq, hidrogenlərin sayı karbondan 7 vahid çoxdur. Yəni 2n plus 2 n-dən 7 vahid böyükdür. Deməli, onda n-in üstünə 7 gəlsək, 2n plus 2-yə bərabər olar, n bərabər olacaq 5-ə. Deməli, X, Y, Z alkanlarımızdan 7 vahid çox olan, deməli, Y, bu deməli C5H12-dir. 8 vahid çox olan X alkanımız olacaq C6H14 və 9 vahid çox olan alkanımız da olacaq C7H16. Deməli, birinci X-in protonlarının sayı soruşulur. Hər karbonda 6 proton, hər hidrogende də 1 proton var. Deməli, 14 hidrogende proton var. 6 karbon hərəsində 6 dənə 36 deməli olacaq 50. Y-də bizdən neytronların sayını istəyir. Hidrogende 1-1 neytron yoxdur. 6 dənə neytron var karbonda. Deməli, 5 karbon var, hərəsində 6 dənədən olacaq 30 neytron. Z-də sigma rabitələrin sayı soruşulur. Sigma rabitələrin sayı alkanlarda hidrogenlərin sayı və karbondan 1 vahid az. Deməli, 16 plus 6-nın cəminə bərabərdə olacaq 22. Deməli, birinci X-ə 50, 1C, ikinci Y-də 30, 2Y, üçüncü Z-də də 22, 3-də A.